80 manat məvacib nə vaxtdan yüksək məvacib olub? 80 manat o adamın heç yol pulu eləmir. Bu qədər münasibət, düzgün münasibət deyil. Münasibət dəyişməlidir hər kəsə. Və qardaşımız çox gözəl bir məsələ vurğuladı ki, bizim elə döyüşçü qardaşlarımız var ki, yenə deyirəm, bizdən də yaxşı döyüşüb, bizdən də cəsarət göstərib, amma yenə deyirəm, yaralanmayıb. Bu demək deyil ki, bu yaralanmayıb, bunu sən 80 manat verib, bunu ailəsinin, uşağının içində sındırmalısan. Yenə deyirəm, qazi, veteran iş evindən sınır. Niyə? O uşağı ki, o döyüşçü atasından nəyisə istəyəndə o atası ala bilməyəndə evdə sınır o. Sonra da deyir ki, qazi getdi intihar elədi. Niyə intihar elədi? Sən onu sındırırsan bu vətəndaş cəmiyyətdə, vətəndaş içində, evində, ailəsində sən bunu sındırırsan. Sındırmamalısan. Konkret olaraq, əgər döyüşçüləri cəmiyyətdən təcrid eləmək istəyirsə, yığın qardaş samolyotlara, qatarlara, Sibirə sürgün edin, çıxaq gedək bir dəfəli biz də canımız qutarsın. Yox, bu ölkədə biz həqiqətən yaşamağa layiq